bu dəfə daş qayaya rast gəlib. Üstəlik bu dəfə Qarabağın heyətində zədəli olan Savonun yanına Elvin Cəfərquliyev də qoşulub. Renaldo Sefasın isə oynayıb oynamayacağı hələ ki bəlli deyil. Zubir də satılandan sonra Qurban Qurbanovun əlində heyət qurmaq üçün demək olar ki oyunçu qalmayıb. Hücumun mərkəzində Savonun yoxluğunda görməyə öyrəşdiyimiz Kaşuk və Musa Qurbanlı var. Yeri gəlmişkən Kaşukun da ayağı açılıb. Son 2 oyunda qol ayaqda qalıb. Əgər Sefas bu oyunda oynaya bilməsə, sol cinahda kimin oynayacağı böyük sual altındadır. Sağda isə yalnız Joel Muaddib qalıb. Hücuma meyilli yarım müdafiəçi mövqeyində Kadi və Montiel var. Qurban Qurbanov maksimum bu oyunçuların meydanda yerini dəyişə bilər. Uzun sözün qısası, çevir tatı, vur tatı. Yarım müdafiənin arxasında Yankovic ilə Pedro Bron eləyib. Müdafiədə də Qarabağın elə də alternativləri yoxdur. Bəhlul hələzədəsini tam sağaltmadığı üçün ehtimal qalır Bədavi ilə Varkoniyə. Əgər Qurbanov yenə Silvanı müdafiənin mərkəzinə çəkib, sağda Makriskisi oynatması. Əslində bu da Qarabağ üçün çıxış yolu deyil. Bədavinin Dinamo Kiyev ilə cavab oyununda göstərdiyi zəif performansdan sonra düşünməyə dəyər. Amma Kiyev ilə ilk oyunda da cinahda Silvanın yeri görsənirdi. Elvinin yoxluğunu Bruno Langa dolduracaq, amma bu oyuncudan nə qədər razıyıq demək çətindir. Yaxşı, bəs bu Qarabağ Twente-ni keçə biləcək? Qısa cavab istəyirsinizsə məncə yox. Bəs keçmək üçün nə lazımdır? Ya Vüqar Nadirovu təzədən futbola qaytarırıq, ya gedib Muharremi hardansa tapıb geri gətiririk, ya da ki oyunda maksimum tempi aşağı salıb rəqibin zəif tərəflərindən yararlanmağa çalışırıq. Bəs bu Twente'nin zəif tərəfləri nədir? Gəlin elə buraxdığı qollar üzərindən baxaq. Bizə bədbəxt Ten Hagı göstərirlər və dərhal komanda olmayan qol vəziyyətindən top buraxır. Rəqib 3 nəfərlə presinqə çıxarkən qapıcı Unnerstal çox riskli şəkildə müdafiəçi Properə ötürməsini verir və topu itirən kimi qol buraxırlar. Bu fərdi səhvdən buraxılan bir qoldur. Twente'nin son oyununda Zvolle ilə oyunda buraxdığı topdur. Biraz daha geriyə gedək. Bu isə Daktunayska Streda ilə cavab oyunudur. Düzdür, ümumi hesab artıq 8-0 idi, amma adi bir epizoddan, divar paslaşmasından sonra cinahdan yerlə verilən ötürməklə rəqib ilk qolunu vurur. Bu əslində bizim Qarabağda gördüyümüz qol epizodlarındandır. Keçən mövsüm Qarabağ xüsusilə Eintrachtla oyunda cinahdan buna bənzər ötürmələrlə qol vururdu. Burada isə komanda standart vəziyyətdən top buraxır. Kifayət qədər hündürboy oyunçuları olsa da, nisbətən boyu biraz balaca 1.74 olan Matias Kiolonun üzərindən rəqib oyunçu tullanaraq hesabı bərabərləşdirir. Bu isə daha maraqlı qoldur və məncə Qarabağ üçün bu epizod heç olmasa bir dəfə də olsa yaranacaq. Fikir verin, Twente 10 nəfərlə rəqibin cərimə meydançasındadır və arxa tamamilə boş qalıb. Bir ötürmə ilə Azərbaycan liqasından da yaxşı tanıdığımız Prince Ovusu komandasını hesabda önə çıxarır. Sizi biraz da geriyə aparıram.